Salam əziz şagirdlər, cəbri kəsirlər mövzusuna aid bir neçə misalın izahını vermək istəyirəm. Deməli, belə bir misal var. 5-in çıxılsın 10 bölünsün n-2. Əvvəlcə sürəti sadələşdirək. 5-i mötərizə xaricinə çıxardırıq. Ortaq vuruq olduğu üçün 5 vurulsun n çıxılsın 2. Məxrəcdə n çıxılsın 2-ni olduğu kimi saxlayırıq. Sürətdə və məxrəcdə eyni vuruqlar olduğuna görə ixtisar gedir, cavab qalır 5. İndi isə daha mürəkkəb olan bir misala baxaq. N kvadratı çıxılsın 1, n kvadratı çıx 2n plus 1. Əvvəlcə gəlin sürəti müxtəsər vurma düsturlarına görə açaq. N kvadratı çıx 1-i bildiyimiz kimi n çıx 1, n üstə gəl 1 kimi açırıq. Məxrəc isə bizə müxtəsər vurma düsturundan n çıxılsın 1-in mötərizə kvadratını verir. İndi n çıxılsın 1 və buradakı n çıxılsın 1-in biri ilə ixtisar gedir. Yuxarıda n plus 1, aşağıda isə n çıxılsın 1 qalır. Sonra deməli, belə bir misala baxaq. Məsələn, burada a kvadratı ortaq olduğu üçün a kvadratını mötərizə xaricinə çıxardırıq. Mötərizədə a çıxılsın 5 vurulsun n qalır. Məxrəcdə isə hər ikisində n kvadratı olduğuna görə n kvadratını çıxırıq. A çıxılsın 5 n qalır. Burada isə a çıx 5-in ixtisar gedir. Cavab a kvadratı bölünsün n kvadratı qalır. Əziz uşaqlar, müxtəsər vurma düsturlarından a kvadratı çıx b kvadratının açılışı a çıx b, a üstə gəl b, a çıxılsın b-nin mötərizə kvadratının açılışı a kvadratı çıx 2ab üstə gəlsin b kvadratı və a üstə gəl b-nin kvadratı a kvadratı üstə gəl 2ab üstə gəlsin b kvadratıdır. Xatırlatmaq üçün qeyd etdim.